Evet. Bunu kim deyib? General olmağı arzulamayan əskər yaxşı əskər deyil aforizmi bir çoxlarına tanışdı. Bu aforizm bir işe yeni başlayan adamı böyük nailiyyətlər qazanacağına inandırmaq, ruhlandırmaq üçün işlədilir. Bir çox mənbələrdə bu kəlamın 18-ci əsrin böyük Rus sərkərdəsi Aleksandr Suvorova aid olduğu deyilir. Lakin tarixi mənbələrdə həmin ifadəni həqiqətən Suvorovun işlətdiyinə dair heç bir sübut yoxdur. Tədqiqatçılar bu aforizmin ilk dəfə fransız sərkərdəsi Napoleonun dilindən deyildiyini aşkar ediblər. Tarixçi Blas 1837-ci ildə işıq üzü görmüş İmperiya dövründə hərbi həyat kitabında aforizmin Napoleona məxsus olduğunu göstərir. 1780-1821-ci illərdə yaşamış Clara Remuse adlı fransız yazıçısı isə öz memuarlarında bildirir ki, 1806-cı ildə Napoleon ordusunda döyüşən bir əskərin məktubu əldən ələ gəzirdi. Həmin məktubda aşağıdakı sözlər vardı. Şübhə yoxdur ki, əskəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir. Rus mənbələrində isə həmin ifadəyə ilk dəfə yazışı Aleksandr Pagoskinin 1855-ci ildə yazdığı Əskər qeydləri kitabında rast gəlinir. Pagoski yazır. General olmaq əskər yaxşı əskər deyil. Amma gələcək taleyi barədə çox düşünən əskər ondan da pisdir. Cümlənin birinci hissəsi aforizmə çevrilib. Davamı isə unudulub. Tədqiqatçılar hesab edirlər ki, bu aforizm Napoleona fransız ordusunda qeyri-bərabərliyi aradan qaldırmağa kömək edib. Onun ordusu Avropada adi əskərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə orduydu. Rusiyada isə həmin illərdə səhvə yol vermiş əskəri bəzən ölənədək döyürdülər. Zabit rütbələri isə yalnız zadəganlara verilirdi. Bu səbəblərdən həmin qanadlı ifadənin 18-ci əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünür.